Salam əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəl bizəni sevərək dinləyənlər, maraqla gözləyənlər, gəlmişik buradayıq. Radionuzun səsini artırın, Yurd FM-də yurdumuzun musiqiləri səslənəcək, yurdumuzun sənətçiləri ilə maraqlı söhbətlər edəcəyik. 90.7 FM yurdumuzun insanının dalğasıdır. Çünki burada yurdun musiqiləri səslənir. Qonağımız Dalğa qrupudur. Qrupun yaradıcısı, bədi rəhbər Çingiz Mehdipur. Xoş gəlmisiniz Çingiz müəllim. Çox təşəkkür edirəm, var olasınız. Dəvətinizə görə məmnunam, var olasınız. Mikrofona mümkün qədər yaxın zəhmət olmasa Çingiz müəllim. Və Aşıq Nəbi Nağıyev. Siz də mikrofona mümkün qədər yaxın zəhmət olmasa. Xoş gəlmisiniz. Təşəkkür edirəm dəvət üçün, var olun, uğurlar arzulayıram. Çox sağ olun, təşəkkür. Və qrupun solisti çox sevdiyimiz Ayşən Mehdiyeva, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Yenidən sizi görmək çox xoşdur. Bizə də eyni duyğular qarşılıqlıdır. Deməli, Dalğa qrupu salamlaşmadan hiss etdiniz ki, Çingiz müəllimdə o şirin Cənubi Azərbaycan ləhcəsi var. Çünki Çingiz müəllim illərdir orada yaşayan, fəaliyyətini orada həyata keçirən bir sənətçimizdir. Daha sonra necə oldu Azərbaycanda gəlmək qərarına gəldiniz? Bu qrup İranda da, Cənubi Azərbaycanda da var idi, yoxsa burada yaratmısınız? Yox, bu qrup 1988-ci ildə Təbrizdə yaranıbdır, mənim başçılığımda. Çingiz müəllim, neçə yaşınız var ki? 88-də qrup yaratmısınızsa, deyən hesablayın. Mən 63 yaşım. Ay, heç görünmürsünüz. Dinləyicilərimizə deyim ki, görmək istəyirsinizsə Yurd FM yazın, canlı izləyin. Görəcəksiniz mənim dediyim ki, doğrudan yaşınızı vermirsiniz. Maşallah, sənət sizi cavan saxlayıb. Sağ olun, var olun. Hə, bu 1988-də Cənubi Azərbaycanda yaratdınız. Orada solistiniz başqaydı təbii ki. Elə indi də çox solistimiz vardı. Aşıq indi mən bir müddət ilk başladığım zaman Aşıq Novruz adında bir gözəl aşığımız vardı. Onunla başladı. Azərbaycanda, Təbrizdə. Və sonra Aşıq Məhbub Xəlili bizim yaxşı aşıqlarımızdan idi. Və uzun müddət bunların kənarında başqa Aşıq Məhəmməd Fərcanəqan var idi bu Miyana şəhərindən. Və Cəfər Əhməd adında bizim elə xalq mahnılarımızı, aşıq havalarının yaxşı ifaçılarından idi. Onlarla birlikdə çoxları getdi. Ancaq mən də deyə bilirəm ki, bir 10-15 ildir belə qərara gəldim ki, bir nəfərlə yox, bəlkə bir neçə dənə yaxşı solistlər lazımdır ki, bizim bu aşıq sənətini onların gözəl səsləri ilə öz xalqımıza çatdıraq. Və Ayşən xanımla yolunuz harda kəsişdi? Nəbi müəllimlə yolunuz harda kəsişdi? Necə qərara gəldiniz ki, onları bu qrupa daxil edəsiniz? Ayşən xanım özü elə aşıq mühitindəndir əslində. Yəni Tovuz bizim aşıq sənətinin beşiyi demək olar. Aşıq musiqisindən elə bilirəm ki, çoxdan da tanış idilər və mən Təbrizdə idim, bir dəfə mən bir mahnı yazmışdım. O mahnı ilə bağlı Ayşən xanımla telefondan bir söhbət eləmişdik ki, o mahnını istəyirəm mən də oxuyam belə bir. Oradan da elə bizim bir tanışlığımız başladı. Sonra da elə 2017-ci ildə bizim burada Heydər Əliyev Sarayında konsertimiz var idi ki. 2017-də? 2017-də, bəli. Aha. O zamandan elə bütün konsertlərimizdə Ayşən xanım bizi tək qoymayıbdı, sağ olsunlar, gözəl səsləri ilə və musiqimizi tanıtdı. Belə öz millətimizə sevdirməyi belə səslərlə başlamışıq. Bəs Nəbi bəylə? Nəbi bəylə də deyə bilirəm ki, elə çoxdandır. Bizim burada bir də Space kanalında bir dəvət olunmuşduq. Çoxdanın söhbəti olar, bəlkə elə bir 12 il, 13 il bundan öncə idi ki, oradan çıxanda görüşdük. Dedi ki, mən sizin Dalğa qrupunun işlərini izləmişəm. Ürəyim istəyir sizlə bir işləri görək bu aşıq musiqisinin haqqında.
Ondan belə telefonlarımızı bir-birimizə verdik. Elə 2017-ci konsertdən Aşıq Nəbi də bizimlə konsertdə olubdu. Çox gözəl səs alışdılar. Və hal-hazırda Dalğa qrupu 3 nəfərdən ibarətdir, yoxsa dediniz ki, solistlər çoxdur? Komanda böyük. Yox, çoxdur. Komanda biz indi Dalğa qrupu demək olar ki 20 nəfərdən 25 nəfər belə. Həm indi bilmirəm görürsüz, görməyibsiz. Biz aşıq musiqisində bir fərqli bir yeniliklər, yəni fərqli bir aranjmanlar çalışmışıq ki, bu dünya musiqi prinsipinə uyğun şəkildə bu musiqini həm qoruya bilər, həm də dünya xalqına o musiqi prinsipindən istifadə eləməklə dünya musiqi nəzir deyim, musiqi dünyasına tanıtdıra bilər. Ayşən xanım, siz necə oldu ki, belə düşündünüz ki, yox hələ mən Dalğa, çünki xarakterinizi sizin biz bilirik. Hər şeyə imza atan bir xarakteriniz yoxdur. Çox seçicisiz. Necə oldu düşündünüz ki, elə mən Dalğa qrupuyla, çünki bir qrupda çalışmaq, oranın solisti olmaq, elə bir ki, bir növ işə girmək kimi bir şeydir də. Yəni orada nə deyildisə ona tabi olmaq lazımdır, o disiplinlərə uymaq lazımdır. Ayşə Mehdiyevaya uyğun gəlirmi bunlar? Əslində belə deyim, aşıq mühitində böyümüşəm Çingiz müəllim dediyi kimi. Yəni bizim nəsildə də aşıqlar var, tanınmış da, tanınmamış da. Öz babam da yəni həmişə saz əlindən yəni yerə düşməyib. Aşıq havaları ortamında böyümüşəm. Sadəcə məni cəlb eləyən nə oldu? Çingiz müəllim saz sənətinə, ümumiyyətlə aşıq sənətinə daha fərqli mənə elə gəlir ki, yanaşır. Klassikanı qoruya-qoruya, müasirliyə də daha çox önəm verir. Və bu tamaşaçını yormur. Mən təbii ki, ilk olaraq Çingiz müəllimə tamaşaçı gözündən baxmışam, ifalarına. Tamaşaçını yormur və mən konsertdəki o, necə deyim, möhtəşəm o qalmaqal deyim də, inansız ki, o qədər qəribədir. Qalmaqal hətta. O qədər qəribə idi, mən çıxmışdım, bəzən foyeyə çıxırdım ki, insanlar necə, yəni çox idi, yəni yer yox idi da orada o dərəcədə. Yəni düşünürəm ki, Çingiz müəllim həm yaşlı nəsli, həm orta yaş insanlar, həm də cavan nəsli cəlb eləyə bilir və yəqin ki, elə o da məni cəlb eləyib. Çünki daha çox fərqli yanaşır saz sənətinə. Azərbaycanda bizim tanıdıqlarımızdan başqa solistlər varmı? Biz Ayşə xanımı tanıdıq. Biz burada buranın çox elə adlım sənətkarların, o cümlədən mənim əziz qardaşım, dostum, Ustad Alim Qasımov və Ustad Samir Cəfərov, əziz qardaşım Mirələm və Mirələmov. Çoxları olubdu burada. Adlarını indi xatırlaya bilsəm. Gülyana xanım olubdu. Kamilə Nəbiyeva olub. Onlar sırf konsertlərdə iştirak edirlər, yoxsa belə Ayşən kimi qrupun üzvü sayılırlar? Yox, onlar hələ elə hərdən gəlib lazım olanda elə bir musiqi olur ki, ifa edirlər. Və odur ki, ifa edirlər. Biz əlbəttə 2024-cü il konsertində Alim müəllim, Fərqanə xanım, onlar bəli var idilər. Alim müəllim elə orada deyə bilirəm ki, bir 3-4 dənə bir aşıq havasını biz Alim müəllim. Alim müəllim hətta rep də oxuyur. Alim müəllim oxumadığı nə var ki? Alim müəllim özü də aşıq mühitindən də, Şirvan aşıq mühitindən. Bəli. Şirvan aşıqlarına. Əlbəttə bu qərb aşıq yolunu da çox sevir. Hamısının maşallah da alim müəllimdir. Allah dəyərli sənətkarlarımıza, sənətçilərimizə can sağlığı versin. Musiqimiz üçün iş görən, musiqimiz üçün əmək sərf edən hər kəsin yolu açıq olsun təbii ki. Dalğa qrupu Azərbaycanda və dünyanın bir çox yerlərində fəaliyyət göstərir. Dalğa qrupunun bədii rəhbəri Çingiz Mehdibur, təkrar deyirəm, yeni qoşulan dinləyicilərimiz üçün. Bugün burada olan solistlərindən Ayşə Mehdiyeva və Nəbi Nağıyev də aşıq ifaçımız buradadır. Bir ifa səsləndirdik.
Sərvəri səsləndirdik. Orada Ayşən xanım ifa edirdi. Növbəti ifamızda Nəbi bəyin ifası olacaq. Deməli, Çingiz müəllimlə reklam arasında soruşmuşdum. İndi siz üçün də təzədən soruşum, əziz dinləyicilərimizə. Yeri gəlmişkən əlaqə nömrəmizi bir daha deyirəm. 099 6 907 907-yə yaza bilərsiniz, zəng edə bilərsiniz. Sözünüz, sualınız nədir? Nə soruşmaq istəyirsiniz, nə demək istəyirsiniz? Buyurub yazın. 099 6 907 907. Həmçinin Yurd FM yazaraq canlı da bizi izləyə bilərsiniz. Çingiz müəllim, Cənubi Azərbaycanda dünyaya gəlmisiniz. Hətta dedi Araz Notayı. Bəli, Xudafərin. Bəli, Xudafərin. Bəs neçə vaxt artıq getmirsiniz oralara? Mən 2016-dan elə ailə ilə burada yaşayırdım. Mənim qızlarım burada biri tibb oxudu. Biri də Xəzərdə oxudu. İndi buradan gedib Türkiyədə davam elətdirir təhsilini. Özüm də Xudafərin rayonunda düz elə Arazın kənarında orada anadan olmuşam, amma çox Tehranda yaşamışam. Yəni ilk zamanlar, sonralar o təxminən 1987-ci ildən köçmüşəm Təbrizə. Orada ailə qurmuşam və orada yaşamışam. Orada musiqi məktəbim olub. Rövşən musiqi məktəbi hələ də davam edir orada. Və orada musiqi fəaliyyətimi başlamışam. Dava qrupunu təşkil eləmişik və qalan şeylər. Yaxşı, bəs bu aşıq sənətinə sevgi, saza sevgi hardan gəlib sizə? Aşıq sənəti ilə bağlı belə deyim ki, mənim əmim Eynullah Mehdipur demək olar Qaradağın çox adlı aşıqlarından biri idi və belə deyim ki, onun ustadı Aşıq Xeyrullah olub və Aşıq Xeyrullahın ustadı rəhmətli Dədə Ələsgərin oğlu Aşıq Talib olubdu. Göyçə Aşıq məktəbində. Mənim ona görə mən elə göz açanda evimizdə saz görmüşəm və sazla böyümüşəm və bizim o zamanlarda demək olar ki, yəni Xudafərin rayonunda Qaradağda ümumiyyətlə sazdan başqa musiqi, yəni aşıq musiqi janrından başqa musiqilər orada bir o qədər olmayıb. Son zamanlar başqa musiqi janrlarda orada yerləyib. O zaman aşıq musiqisi idi, elə nəzir deyim, çobanından tutmuş hamısından aşıq havası oxuyurdular. Biz də uşaqlığımızda bunda böyümüşük daha belə bir sənət. Və aşıq sənətinin sevgisi gətirib Dalğa qrupunun yaranmasına səbəb oldu. Nəbi Nağıyev. Nəbidən soruşurdum reklam arasındakı, az danışıb gələndən, çox da deyəsən danışmağa meyilli deyil. Deyirəm, Cənubi Azərbaycansı, deyir, yox, mən Gədəbəydən. Ora xüsusidir də, yəni oranın insanları da çox xüsusidir, ərazisi də. Təşəkkür edirəm. Elə ərazisi də, təbiəti də, bir də milli həssasiyyəti ələlxüsus başqa yerlərdən qat-qat fərqlidir. Həqiqətən, məsələn deyim ki, belə maraqlı mövzumuza aidiyyət olmasa da bizim İşdə və Gədəbəyə o 19-cu əsrin sonları, 18-ci əsrin sonları ruslar köçürüləndə yerli halidən qat-qat sayı çox olub ora köçürülən rusların. Amma bizdə bütün ruslar bizim Gədəbəy rayonunda vaxtında yaşayan hamısı Azərbaycan dilində danışırdı və hamısı aşığı dinləyirdi. Yəni o qədər gətirib rusları da Gədəbəyləşdirmişsiniz də, yəni. Biz türkləşdirmişik. Bəli. Mən Gədəbəy zarafatla deyirəm. Əlbəttə. Amma doğrudan elədir. Mən orada olmuşam, İvanovka kəndində görmüşəm. Ləhcələri belə, yəni rus deyirlər, yəni Gədəbəylidirlər. Həqiqətən insan öz mədəniyyətinə belə sıx sarılanda digərlərini ona tabi eləyə bilir. Necə ki, yenə mövzumuza bəlkə aiddir. Bizim tutaq ki, Aleksandr Duma yazırdı ki, Qafqazda, bütün Qafqazda hamının bir ortaq dili var ki, o türk dilidir. Onu vaxtilə aşıqlar yaratmışdı. Bizim dilimizi bu coğrafiyada yaşayan gürcülər də və digər bütün xalqlar da bizim dili, bütün xalqların ortaq dili bizim dili idi ki, onu aşıq sənəti yaratmışdı el məclislərində. Yəni bizim mədəniyyətimiz onu təlqin eləmişdi
Gədəbəylilər də bu baxımdan fərqlidir biraz. Düz Azərbaycanın bütün bölgələri bizimdir. Biz bütöv Azərbaycanlıyıq. O heç, xüsusən də Qarabağımızdan sonra. Yəni onsuz da haralısan sualını artıq belə deyim, əlimizdə bayrağa çevirmirik. Sadəcə olaraq hər kəs öz doğulduğu torpağı təbii ki sevir. Onun, yəni kiçik vətəni oradır. Ana vətənimiz Azərbaycan, amma kiçik vətənimiz doğulduğumuz torpaqlardır. Amma yəni sizdəki o səviyyə belə xüsusən biraz daha artıqdır. Yox, əksinə mən millətimizi çox sevirəm. Yox, burada nə var ki, doğduğunuz... Yox, biraz elə efirimiz üçün şirinlik olsun deyə. Yox, yaxşı eləyirsiniz. Bu mövzu üzərində gəldi əlbəttə. Valla, Allah saxlasın bütün övladlar. Mənim oğlum ilk dəfə balaca vaxtı biz Gədəbəyə gedəndə 6-5 yaşı var idi deyəsən. O qədər sevmişdi ki oranı. Azərbaycan bayrağını görəndə Gədəbəy deyə bilmirdi. Dəbədəydi, mama dəbədəydi. Deyirdim Azərbaycan bayrağı diyor. Dəbədəydi deyirdim. İndi təbii ki hər kəsin öz bölgədə doğulduğu torpaqların şirinliyi onun öz canındadır. Hər kəs sevməliyik onsuz. Hardan gəldiyimizi unutmamalıyıq. Sadəcə nəyə gətirdim sözü? Düz muğam aləmində muğam Azərbaycanın musiqisinin köküdür. Dünya musiqisinin hər şey muğam üstündə qurulur onsuz da, o başqa. Amma bir Qarabağ və Şirvan muğam atışması orada. Şirin bir atışma var. Şirvanlılar var, Qarabağlılar var. Biraz kiçik bir şirin bir rəqabət vardı orada. Aşıqda da var elə. Məsəl üçün Gədəbəy aşıqları ilə filan aşıqlar elə şirin atışma var ki, biz onlardan yaxşıyıq, onlar bizdən yaxşıdır. Var, yaxşı məsələsi deyil o. Elvir olar adət başqa. O başqa. Ləhcəyə görə necə ki bizim hər bölgənin ləhcələri dəyişir, ləhcəyə görə musiqi də dəyişir. Burada biraz o dini musiqi təsiri və aşıq musiqisinin təsiri altında formalaşan muğam boğazları var ki, Qarabağla Şirvanda mənə görə fərq ona görədir. Bəli. Qarabağ muğamında məsələn təxminən Abdalcı bizim aşıq sənətinin ən böyük ustadlarından 5-6 ustad saysaq onun biri Qarabağ Abdalcılablı aşıq Valehdir. Ki və onun dövründə Qarabağda bir kənddə 9 aşıq böyük ustad yaşayıb. Yəni Qarabağ muğam mühitinə də, Şirvan muğam mühitini də zaman o muğamları 3-cü ustadımız o barədə onun böyük əsərləri, kitabları var, elmi əsərləri var. Mən danışmağım yaxşı deyil o olan yerdə. Mən sözümü o bayaqki şirinliyə gətirirdim ki, misal üçün Gədəbəy aşıqlarının qabağında filan kəslər dayana bilməzlər. Varmı elə bir? Var da, indi bunu bir zarafat da olsa bunu eləyirlər. Məsələn, Qarabağlı muğam ifaçısı məsələn Şirvan muğam mənim qabağımda dayana bilməz. Gədəbəy aşıq mühiti, Göyçə aşıq mühiti var, bizim Borçal aşıq mühiti var, Şirvan aşıq mühiti var bu tayda. Bəli, Gədəbəy aşıq mühiti, Göyçə aşıq mühitində ümumiyyətlə zil, şaqraq oxumaq ənənədir. Daha zildən ifa etmək ənənədir və bu çox çətindir. Bizim ustadımız Aşıq İsfəndiyar Rüstəmov rəhmətlik, Allah cəmi ustadlara rəhmət eləsin, deyirdi ki, oxumuşam baş sartil, bu zil mənim kökümdür. O kök üstə oxumağa hər aşığa çətindir. Yetirmişəm şəhidləri, onlar məndən üstündür. Əlbəttə təvazökarlıqla deyir. Bilirəm ki, yaşadacaq bax bu cavanlar məni bizə istinad edirdi, o sənəti bizə ötürürdü. Yəni Gədəbəy aşıqlarının qabağında Tovuz aşıqları söz deyə bilməz. Ayşə xanım nədir? Ayşə xanımla tutuşturmaq istəyirəm. Ayşə xanım nədir? Yəni hər yerin öz şirinliyi var təbii ki. Mən də heç vaxt ayırmamışam. O da bizimdir, bu da bizimdir. Yəni düşünürəm ki, heç nəbi də ayırmır. Yəqin ki. Yox. Heç kim əlbəttə ki ayırmır. O başqadır. Siz əslində mən istəmirəm aşıq sənətinin bilərəkdən, yəqin ki bilərəkdən siz məlumatlısınız, ən yaralı yerinə toxunursunuz bu dəqiqə. Mən də bu mövzu üzərindən gəlmək istəmirəm. Aşıq sənətinin ən zil, şaqraq səsli ustadları Tovuz mahalında olub. Və mən Aşıq Mahmud Məmmədov böyük ustadımız idi, Allah rəhmət eləsin. Deyirdi, səslər yetişirdi Göyçədə və s. Amma Aşıq Tovuz mühitinə yetişməsə kamilləşə bilmirdi. Aşıq Hüseyin Bozalğanlı, Aşıq Mirzə Bayramov bizim aşıq ifaçılığımızın, mən onun sənət zirvəsini mən belə ifadə edə bilmərəm. Çinci ustadımız izah edə bilər. Mənim elmim yetməz. Amma bugün təəssüf ki, siz deyən məsələ var.
belə qalmaqal kimi olmasın. Aha. Təəssüf ki, biraz elə bir fərqlər var da, ümumi sözlə. Yaxşı qutardı. Sən elə gəlir. Elə qutarmamışıq ki. Çingiz müəllim, Tovuz mu Gədəbəy mi? Yox, mən Tovuz, Gədəbəy və hətta Qaradağ aşıq mühitlərinin hamısı Göyçə məktəbindən təsirlənib. Bunların hamı. Yəni Göyçənin məktəb demək olar. Göyçədə bilirsiniz, ustad şagird olubdur. Biz bunu deyirik ki, Ağaşıqdan, Ağaşığın tələbəsi gəlir, Aşıqalıdan, Aşıqalının tələbəsi, Aşıq Ələsgər, Aşıq Ələsgərin tələbəsi Növrəsiman. Burada bir məktəb vardı. Yəni bu qalanları hamısı oradan təsirlənib, amma indi o Aşıq Nəbi çox gözəl buyurdular. Mən özüm də Aşıq Nəbinin o fikirlə razılaşıram ki, Tovuzda aşıq sənəti səs baxımından, yəni çox səviyyəli demək olar. Məsələn, o zaman, son zamanlarda elə Aşıq Əkbərdə, Aşıq İmran düzdür. Aşıq İmran əsliyətən Göyçə mahallındandır. Amma orada boya başa satıbdır və çox bizim adlım və təsir qoyan aşıqlarımızdan biri olub. Koroğlu aşıqlarımızdan. Ondan sonra bizdə məsələn bu mühitlərdə mən çox sevərəm, bu yaxşıdır, bu fərqlərin olmağı yaxşıdır. Amma bu çevrilib yerli bazlığa mən bundan çox belə gilə eləyəm də. Yəni bu yerli bazlıq biraz pis olur. Yəni mən bunu bu hissə indi birdən bax bir zamanlar məsələn bizim tərəfdə də ya elə həmən Gədəbəy, Tovuz, məsələn Şirvan aşıqlarının, havaların oxumurdular. Belə biraz da baxışlar da yaxşı deyildi. Mən inancını o zamandan ki, mən baxdım gördüm ki, Şirvan aşıq məsələn mühitində bizim çox belə qədimdən məsələn şikəstələr. Bunların tarixi bəlkə min illərdən o tərəfədir. Yəni elə sadə baxmaq olmaz. Məsələn peşro havaları, peşro havalarının qidməti ən azı Abdülqadir Marağayının zamanına çatır. Yəni ən 6-700 il bunun qidməti vardı. Bu bizim məsələn başqa mühitlərdə olmayıb. Odur ki, biz bunlar hamısı bizim dəyərlərimizdir. Hamısı bizim Azərbaycan musiqisinin o siz bayaq buyurdunuz ki, muğam sənəti. Təbii ki, muğam sənəti hər bir millətin indi şərqdə özünün muğamı vardı. Bizdə də muğam tarixən bir 200 il bundan öncəyə qədər aşıq sənətinin içərisində yaşayıbdı muğam. Yəni indi də onları, yəni biz ritmik muğamlardan görə bilirik. Ya məsələn indi aşıq havalarında elə havalar var ki, eyni ritmik muğam üslubda ifa olunur. Amma yəni musiqi ritmidir, ya 4/2, ya 8/6, yəni amma xanəndə onu muğam formada oxuyur. Bu hələ də yəni bizim aşıq musiqisindən nə bu adların çəkdiyimiz mühitlərdə, bəlkə indi cənub tərəfində məsələn Qaşqay, Həmədan, Qumsağı aşıq mühitlərində, ya məsələn Urma aşıq mühitində, Zəncan, orada Şahsevən aşıqları, ya bunların hamısında eyni buna bənzər havalar çox vardılar ki, muğam üslubunda oxunur. Və özü təzə hava deyirlər, bunlar çox köhnə qədim havalardandır. Mahnı səslənəndə Nəbi dedi ki, Nəbi bəy, hə indi bunu gəlib bir Tovuzda aşıq oxuya bilərmi? Ayşə nə dedi oradan? Sən oxusun bax gör necə. Yaxşı, bunun zarafat bir yana deyirəm də. Nədir orada fərq ki, misal üçün o Gədəbəy ərazisindəki aşıqlarda var, amma Tovuzda yoxdur. Və yaxud da bu Tovuzda var, amma Gədəbəydə yoxdur. Ləhcənin şirinliyinə görədirmi? Yoxsa suyundan, torpağından? Pahalı. Orada pahalı. Aha, iştirəm. Buyurun Nəbi müəllim. Sadəcə bir məsələ var ki, bu aşıq sənətində çox ağır, yüksək səs tələb eləyən, ağır nəfəs tələb eləyən havalar var. Məsələn, təsəvvür edin, bizim Koroğlu havalarından birinin adı Nəfəs Almaz Koroğludur. Yəni o dərəcədə aşıqdan hünər... O da onun üçün də dağ havası, Gədəbəyli olmaq lazımdır da. İndi sözün düzü zarafatda gəlsin, biraz elədir. Bir də bizim onun ən böyük ifaçıları Tovuz
aşıqlar olublar. Zamanında bilirsiniz, zamana görə dəyişir. Bir vaxt indi amma indi təəssüflər olsun ki, doğrudan bu səmimi dostlarım da hamısı incilməsinlər. Bu havalara müraciət edən aşıqlar azdır. Məncə müraciət eləsələr, biraz dinləyici zövqünə buraxılıb, dinləyici istəyinə buraxılıb, dinləyicinin də zövqü qarma-qarışıqdır. Hər şey onların ixtiyarına buraxılsa, ortaq məxrəc tapılmaz, pozular, mədəniyyətimizə zərbə dəyər, musiqimizə, istər muğamımız olsun, aşıq sənət olsun. Mən bütün ciddi sənətkarlar bu gün onun əziyyətini çəkir. Dinləyici ilə nə cür razılaşaq? Çünki yad musiqilər, yad ritmlər, asan bir şeylər o qədər onların qulağına doldurur ki, artıq özümüzünkü yad gəlir. Ona görə də ağır havalara çox müraciət eləmirlər. Məsələ bu qədər. Heç nə, söhbəti yaxşı yerə gətirib çıxardı, yəni yumşaltdı yavaş-yavaş, düzdür Ayşən xan? Biraz yumşaldı. Amma yəni deyir ki, doğrudan da ağır havalar üçün dağ adam olmaq çıxmaq lazım. Dağ adam olmaq lazımdır. Sizin sözünüzün ən həqiqət tərəfi bilirsiniz nədir? Bu, yəni doğrudan bizim Gədəbəy rayonunda, bu bölgədə bu havaları daha çox tələb edirlər. Bizim Gədəbəy aşıqlarının o səsini, o zilini də lap elə oxumağa başlayandan, cavan yaşlarından dinləyicilər tələb edir. Məsələn, bunu mən tam ciddiyyətinlə deyirəm. Baş sartel havası o köşkdə, o notda, o yüksək notda ki oxunur, o başqa bölgədə oxunmuyor və dinləyiciyə bu cür, yox indi valla səmimi bax, Çingiz ustadımız desəm. İndi Çingiz müəllimlə nə soruşacağam? Mən deyim, bütün Cənubi Azərbaycanda böyük bir aşıq mühiti var, bizim buradan da böyük. Orada bu notda oxumaq, bu yüksək, bu zil, bu sartel deyirlər, hətta zil sartel deyirlər. Bizim Aşıq Sayat Pənahov, Allah rəhmət eləsin. Onun səsini də seviblər və mən Cənubi Azərbaycanda gördüm, Qaradağda, Təbrizdə. Onun ifa tərzi orada məktəb kimidir. Yox, başqa yerdəydik biz. Nə, keçdiniz ki Cənubi Azərbaycan. Dediniz ki, zil sarteli başqası oxuya bilməz də Gədəbəydə. Olsun da, Gədəbəydə də muğam oxuyan yoxdur. Gədəbəydə muğam oxuyan yoxdur, Tovuzda var. Və nə oldu Çingiz müəllim? Muğam aşıq sənətinin içində gizlənmişdi. Aşıq belə dedi. Onlarda muğam oxuyan niyə yoxdur? Yox, elə Ayşən xanım bizim aşıq sənətinin muğam ifaçısıdır. Gədəbəydən danışırıq biz. Nə bilməm, yaxşı söhbət yumşaltmağınız var. Ondan heç nə sözüm yoxdur. Siz nə, Çingiz müəllim qətiyyən qrupunuzu dağıtmıram, amma belə başqa Yox, şirin gedir söhbət. Siz nə düşünürsünüz? Zil sarteli Gədəbəylilər kimi Tovuzlar ifadə bilməzlər? Zil sartelçi deyəndə o sartelçi bu günlər Gədəbəydə ifa olunur. Bu qədimki sarteldən doğrudan fərqlidir. Bu fərqi də elə düşünürəm ki, rəhmətli çox böyük ustad Aşıq İsfəndiyar bunu demək olar ki, bu vəziyyətə gətiribdir və sevdiribdir də. İndi demək o bahis olub ki, həmən sarteli elə cənubda da, hər yerdə də o cür ifa olunur. Qədimki sartel biraz fərqlidir. Ki, biz dəfələrlə Aşıq Nəbi ilə də bunu söhbət eləmişik. Mən belə düşünürəm ki, hər bir mühitin özünə görə bir ləhzəsi var da, danışıq ləhzə musiqidə də təsirini qoyur. Yəni, hərəsinin bir şirinliyi vardır. Mən belə... Olsun, hə Ayşən xan? Olsun, amma oxu. O sarı telibdən zildən oxuyarsınız, yaxşı Ayşən? Yox, elə bu bahis olar ki, bu dəfə konsertimizdə inşallah Ayşən xanım sarı tel oxuyar, göstərər ki. Mütləq. Amma xahiş edirəm, Nəbi müəllim dinləsin onda sizi də, yəni belə. Mütləq dinləyəcək. Valla Ayşən xanım nə oxuyursa özü də bilir. Mən onu ən həssas dinləyicilərindən, o nə oxuyursa mənə, Ayşən xanımın səsi bir möcüzədir. Xanım səsləri. Zarafat bir yana. O bir cümlədə deyim, üzr istəyirəm. O zil üzərindən çox danışdıq. Tovuzdan keçir Gədəbəyə gedəndə yolunuz, yoxsa birinci Tovuzda? Baxın, sizi buraxmayacaqlar. Tovuzda saxlayacaqlar sizi. Qaçaq yollarda var. Yox, Tovuzun bütün suları Gədəbəydən gəlir. Bütün çaylar Gədəbəydən.
Aşıq Nəbi bir mövzuya o Ayşən xanımın səsi ilə Orada bağlı. el şənliklərini də nəzərə alarıq, tozdakı el şənliklərini də. Mən səmimi bir söz deyim, Çingiz usta, sözünüzü kəsmirəm. Bu mövzu üzərindən çox gəldik. Mən neynədim? bütün ustadlarımıza Allah qəni-qəni rəhmət eləsin. Bu zil üzərindən söhbətimiz daha mən də danışdım. Aşıq Xanlar Məhərrəmov. Bəm səsi var idi. Çox bəm səsi oxuyurdu. Mən hələ bizim bütün aşıqları belə türkçədə müşərrəşdirən, müqayisələndirən gördüm. Dinləyicilər arasında, aşıq sevərlər arasında, Allah mütəxəssislər arasında. Amma Aşıq Xanların ifası, oxuması haqqında fikir bir mənalıdır. O böyük, əvəz olunmaz sənətkardır. O səsindən o cür istifadə. Bax, Aşıq Xanlar bəmindən, Aşıq Əkbər Cəfərov zilindən o cür istifadə edirdi ki, onların əvəzi yoxdur. İndi məsələ ondadır, bu gün mən zildə çal qalır sənətim, bəmin bəmdə qalır. Zaman o dövr gərək sənətkarlar öz üzərində aşıq sənətinin ən çətin dövrü indidir. Həqiqətən, ümumiyyətlə bütün sənətlərin ən çətin dövrü indidir. Çünki şaxələr çoxdur, gələnlər çoxdur, qatanlar çoxdur, əlavələr çoxdur. Ona görə biraz bugün çətindir kökü qoruyub saxlamaq. Mən misal üçün reklamlara ayrılacağım. Sadəcə mövzumuzu belə yuvarlaqlaşdırmaq üçün belə deyim də, vurğu vurum ki, bura Gədəbəy məclisində olmuşamsa, orada mütləq ki, xüsusi saz ifaçıları dəvət olunur, saz qrupları dəvət olunur, mütləq ki, aşıq havaları orada öndə səsləndirilir. Tovuz məclisində olanda daha az olur. Orada muğam da var, orada musiqilərimiz də, adi musiqilərimiz də var. Hə, bir-iki saz istəyən olar. Məncə bunun Nəbi müəllimin sözünə qüvvət, Tovuz zəifdir, Gədəbəy güclüdür misalı deyil. Çoxluq söhbəti var. Onlar aşıq sənətinə o qədər tutunublar ki, yəni 80-90% musiqiləri ondan ibarətdir. Digər bölgələrimizdə muğamı ifaçısı da var, filanı da var, falanı da var deyə orada aşıq musiqisi oranın bir hissəsi qalıb. Sadəcə Gədəbəy bölgəsində, yəni onunla nəfəs alırsınız. Sizin insanınız danışarkən belə aşıq kimi danışırlar. Məncə ondan irəli gəlir o. Yəni zəif, güclü deyil. Tovuzda bir neçə dəfə el məclislərinə, toylara düşmüşük. Ayşən xanımın özünün qohumluğu olan Düz Qırxlıq kəndində məsələn Tapşırmaq lazımdır onlara. yox, məsələ nədir? Orada ki bizim klassik aşıq ifaçılığı var. Məsələn bizdən istəməmişdilər heç. Biz orada ansamblla getmişdik. Bizim oxuyan müğənnilərimiz və s. Tovuzun aşığı yox idi ki, Gədəbəydən gətirmişdi. Ona gətirirəm sözü. Sadəcə elə öz zövqümüz üçün bir orta sartel havası oxudu. Aşıq Əkbər Cəfərovun repertuarından. İnanın, valla. O qədər orada bir adət var. Sənətkar üçün, musiqiçi üçün kağıza yazır. Nəmərin də kağızın arasına qoyub göndərirlər mən üçün bu havanı. Onlar yığılır üst-üstə. İnanırsınız, o qədər yığılmışdı valla. 4 gün orada oxusam mən o sifarişləri yetirə bilməzdim. O qədər cəmaatın dili dodağı aşıq musiqisi üçün, xüsusən Tovuzda o necə su üçün dodaq çatlayar. Bax, aşıq musiqisi üçün o da burada oxumurlar da, niyə? Məncə elədir. Oxumurlar. Gedirlər mahnı oxuyurlar, gedirlər. Cəmaatın istəyinə görədir əslində. Yəni zövqə uyğun hərəkət edirlər, amma bir yandan da pisdir də, yəni. Amma bir maraqlı ən azından qrup yaratmışsınız ki, bu tərəfini deyim də, hansı ki orada hər bölgənin aşıqlarını cəmləşdirmişsiniz də, belə deyim. Həm siz cənub tərəfi, Gədəbəy, Tovuz, sonra hardan aşıq var? Borçalı aşıqları, Dərbənd aşıqları var. İndi qərb zonalarında orada Ağbaba aşıq mühiti vardı. Naxçıvan aşıq mühiti var, Şirvan aşıq mühiti var. Onda bütün bunu özünüz xüsusilə seçmisiniz də, hamısından olsun. Mən bu haqda da böyük bir Aşıq Nəbi bilir, böyük bir layihə üzərində çalışmışıq. Təxminən o tərəfli, bu cənublu, şimallı, bütün adlarını çəkdiyim yerlərlə 720-yə yaxın hava, aşıq havası. Demək, onları yazmışıq, ərsiyə gətirmişik. Onları həm yazdırmışıq, həm də onların mən tarixçələrin, bioqrafiyaların və elmi baxımdan hansı lad üzərində otururlar, bunları mən yazmışam. İnşallah yaxın gələcəkdə
çalışırıq onun kitabını çapaq. Yaxşı, bunu bölgələr üzrə araşdırmısınız, yoxsa ümumi aşıq sənətindən gedirsiniz? Hər bölgənin aşıq sənəti üzrə araşdırmısınız? Bu araşdırmalar həm havaları toplamışıq. Cənubda Urmudur, Sulduzdur, Zəncandır, ya orada Tarum aşıqları var, orada Şahsevən aşıq mühiti vardı, orada Qumsavə, Həmədan, Qaşqay, onlar və Qaradağda bu mühitlərin, o mühitlərlə buradakı mühitləri, elə Şirvan olur, Ozu, bu qərb aşıq mühitlərinin hamısı bir yerdə, Göyçədir, Naxçıvandır, Borçalıdır. Bir Anadolu aşıq mühitindən başqa bütün mühitlərdə 720-yə yaxın hava işləmişik. Bunları dedim da, həm də o mühitlərin, nəzir deyim, o pərdə fərqləri də, onları ayırmışıq ki, məsələn, bəzi yerlərdə pərdələri birdən, məsələn... Xırdalamısınız, belə deyək də. Xırdalammışıq ki, nə fərqlər var da, indi bunun intonasiya baxımından, məsələn, bizim Gədəbəy aşıqlarına, misal üçün, Tovuz aşıqlarının, sazlarının pərdələrini... Onlarda balaca səslər vardı, kiçik səslər ki, bu mikrotondan da demək olar ki, azdılar. Sazdan gedir söhbət? Sazın pərdələrlə də həman o ləhcə söhbətidir, bu intonasiya. Deməli, Gədəbəy sazının pərdələri Tovuz sazının pərdələrindən xırdadır. Ümumiyyətcə, yox, bizim Gədəbəydir, Tovuzdur, Borçalıdır, Qaradağdır, bunlar da eynidir. Amma bunları biz indi başqa, məsələn, Həmədan aşıq mühiti ilə müqayisə eləyəndə burada çox fərqlər vardır. Burada bizim pərdələrimiz nəinki biraz demək olar ki, dünya musiqi prinsipinə yaxınlaşıbdır. Həmədan. Yox, bizi elə bu adların çəkdiyim də bu. Bəli. Amma məsələn Həmədandır, Urmudur və başqa o yerlərdə onlarda pərdə baxımından daha burada görürsən ki, məsələn bir pərdə 25 çoxdur ya azdır, 30 çoxdur. O qədər böyük fərq var. Yəni hər bir tonun səsini biz nəzərdə alsaq 200 sent, bunun yarım tonu olur 100 sent. 100 sentin də böləndə məsələn 50 sent olur, məsələn, çetvertonda. İndi burada səslər var ki, 30-dur, 25-dir. Yəni, odur ki, bu fərqlər də biz orada ayırmışıq da, o əsasda. Bütün Gədəbəy aşıqlarının sazını, Azərbaycan aşıqlarının sazını Tovuzlu usta Xudu düzəldir. Ay, sağ O, Allah rəhmət eləsin, həqiqətən. Allah rəhmət eləsin, çox böyük usta. Dünyasında məşhurdur onun düzəltdiyi sazlar. Çingiz ustadımız dediyi o layihə, ustadımız biraz yığıcan məlumat verdi. Çox bir ensiklopediya kimi havaların həm ladı, həm musiqi ölçüsü, həm tarixi, hər bir şey. Yəni bütün bunu dünyanın o havalar o cür tərtib olunub, oxunması da, o bioqrafiyası da, hər bir şeyi bütün belə musiqi universitetlərinə təqdim eləmək olar ki, orada istifadə olunsun. Çox ağır zəhmət hesabına 3 ildən artıq bir vaxtda. Bu günə qədər aşıq sənətində görünməmiş bir iş idi. Sözün həqiqət tərəfi odur ki, bax, Ayşən xanım özü muğam ustadıdır, gözəl sənətkarımızdır. Ayşən xanım özü o sənətkarlardandır ki, o dinləyicinin zövqünü tərbiyələndirən deyim, əgər doğru ifadə edirəmsə, dinləyicinin zövqünü yönləndirən sənətkardandır. Hər dinləyicinin zövqünə uyğun, hər gündə bir istiqamət oxu tərzi seçmir. Bax, Ayşən xanım belə bir neçə nadir sənətkarların biridir, həqiqətən. Mən bunu aşıqlarımıza da arzu edirəm ki, çünki bugün... Tovuz aşıqlarına? Yox, əstağfurullah, bu mənim tanıyanlar bilir ki, mən xarakterçil adam deyiləm ki, qoy heç olmasa bir ikisinin ciddiyyətindən deyim. Bugün aşıq sənətində olan enişlərin ən böyük günahkarları aşıqlardır. Düzdür, bir çox səbəblər var. Onun da o günahında əsas hissəsi dinləyici zövqünə buraxılmaqdır, ona xidmət etməkdir. Bəzən bu bütün musiqi sahəsində bugün yaşanır. Üzr istəyirəm, bəzən belə içkili bir mühitin, bir kütlənin tələb elədiyi musiqi var ki, bizim aşıq havaları tutaq, Ovşar aşıq havası orada hansı ritm altında nə günə qoyulur, yanıq kərəmi nə hala salınır, adamın ağlamağı gəlir. Demək istədiyim odur ki, əsas sənətkar biraz da hər çətinliyə rəğmən
gərək sənətini dinləyiciyə sevdirsin, məcbur eləsin, dinləyicinin zövqü də doğru yönlənsin. Bu mənada fərqi yoxdur, Tovuzda, Gədəbəydə bizim hər bölgədən olan aşıqlarımız sənətə daha ciddi yanaşmalıdır. Çingiz müəllimin elə də Dalğa qrupu bu aşıq sənəti uğrunda belə deyəm mübarizədə ən ön cəbhədə gedən belə deyim hərbiçilərdən biri sayılır, generallardan biri sayılır. Çünki elə məqsəd budur. Bir çox bölgələrin aşıqlarını, bir çox hətta cənubun, bizim fərqi yoxdur, birləşdirərək aşıq sənətinin nə qədər böyük işlər görürsüz, həm nəzəri olaraq, həm səhnə fəaliyyəti olaraq. Bayaq solistlərdən bir neçəsinin adını saymamışdınız. Dediniz ki, yaxşı çıxmaz. Bir onu bir də əlavələrimi eləyim. Bəli, Dalğa qrupu ilə burada solistlərdən Aşıq Nazim Quliyev də bizlə həmkarlıq eləyibdir və Aşıq Əli Zeynal Abudunov, Aşıq Ramin Qarayev və Məhsəti Cabbarova, çox böyük ustad rəhmətli Mikail Azaflının nəvəsi. Yəni bunlarla da burada işbirliyimiz olubdur, konsertdə iştirak eləyiblər dəfələrlə. Çox da gözəl səslərim var. Mən Ayşən xanımın səsinin haqqında istəyirdim danışam ki, bu səslər çox az tapılan səslərdir. Bir-iki dəfə də özlərinə mən demişəm. Və bu səslər həmişə sevilən səsdir, yormayan səslərdir. Yəni bu qadınla kişi arasında bir səsdir. İndi bir səs var, məsələn, zirdir, gözəldir, səs var, bəmdir, gözəldir və ancaq bu səslər bir səslərdir ki, dünyada ən çox sevilən səslərdir. Musiqi baxımından da və sağ olsun Ayşən xanım, o səsi olduğunu da elə eləyib ki, ora çatdıra bilib ki, hansı mahnıya elə bizlə ifa elədiklərini də deyirəm, qalan mahnılarına da mən qulaq asanda, hansı mahnılarını eşidirəm, görürəm ki, öz səsi ilə o fərqi orada bildiribdir, yəni gözəlləndi, o yaxşı mənada deyirəm də, yəni. Odur ki, mən sizə can sağlığı da arz edirəm və sağ olun ki, bu sənətə belə ciddi yanaşırsınız. Həm də repertuar baxımından mən Ayşən xanım elə bu yaşda olmağına çox belə repertuarları vardı. Çox çalışır ki, bunları daha da məsələn çoxalsın. Yəni bu deyir ki, elə mənlə də danışanda deyir bir mahnılar olsa belə görürəm ki, elə axtarır ki, əlləşir ki, bu repertuarlar. Bu da hər adamın işi deyil də, bu da. Yəni o sağ olsun, bəziləri vardı da, səs də var, gözəl də verirlər, amma tənbəllikləri var. Amma Ayşən xanımda o yoxdur, o tənbəllik çalışır. Dalğa qrupunun növbəti bir konserti olacaqmı bu 2026 üçün? İnşallah çalışırıq ki, ya may ayı, əgər çatdıra bilməsək biraz o tərəflərə inşallah bir konsertimiz olur. Böyük səhnədə. İnşallah Heydər Əliyev Saray səhnəsində, Allah nəsib eləsin. Var. Bugün qonaqlarım Dalğa qrupunun bizim studiyamızda olan heyətindən ibarət idi. Təbii ki, heyət çox böyükdür. Bədii rəhbər Çingiz Mehdipur. Çox sağ olun. Təşəkkür edirik gəldiyinizə görə. Təşəkkür edirəm, var. Necə idi veriliş? Yaxşı idi? Çox əli idi. Sizin hər zaman verilişi mən izləyirəm. Çox gözəldir, həmişəki kimi. Yəni, həm də mən öz təşəkkürümü sizin bu gördüyünə eləyirəm ki, bizim əsl musiqilərimizi həqiqətən hər zaman səsləndirirsiniz və xalqımız və bu çox önəmlidir. Mən yurduma xüsusi bir təşəkkürümü bildirməliyəm. Çox sağ olun. Ayşən xanım, Ayşən Mehdiyeva solistlərdən biri. Bəli. Təşəkkür edirik gəldiyinizə görə. Çox sağ olun, mən təşəkkür edirəm dəvətiniz üçün və Dalğaya da uğurlar arzu edirəm. Çünki çox böyük zəhməti var və çox böyük şərəfli iş görür. Nəbi Nağıyev solistlərdən digəri. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirəm, var olun əslində. Buradan Gədəbəyə gedirsiniz, yoxsa Bakıda qalacaqsınız? Evet, Tovuzdan keçib Gədəbəyə gedirik. Şəmkirdən fırlanıb Gədəbəyə çıxacaq, Tovuza girməyəcək. Neçə saat sonra təxmini Tovuzda olarsınız? Qoy orası sirqalsın. Əslində, çox xoş bir efir oldu həqiqətən. Özümüzü lap evdə kimi hiss elədik. Çox danışılacaq bir çox şeylər vardı. Çingiz ustadımız təvazö elədi. Dalğa qrupu dünyanın Yaponiya, Amerika, Kanada ən fərqli, yəni saz üçün qeyri-ənənəvi ölkələrində böyük saraylarda konsertlər verib. Mən inşallah növbəti efirlər
təşkil edərsiniz. Ustadımız fəaliyyətinin o tərəfini danışar. Çünki bu gün İnşallah. mövzu daha çox Tovuz gedir və üzərindən. İnşallah bir də konsertə sizi çağıraq. İnşallah konsertdə görüşəcəyik inşallah. Çox sağ olun gəldiyinizə görə. Uğurlarınız bol olsun ki, onsuz da boldur. Nəinki Azərbaycan dünyada aşıq sənətinin belə deyim, gözəl nümunələrini təqdim edirsiniz. Nəbi müəllim vurğulamışkən ki, bunu hamı deyir. Bu musiqinin bir çox sahələrində belədir. Əfsuslar olsun ki, tamaşaçı zövqünə uyumaq üçün bəzən sənətin dərinliklərini kənara qoyurlar, zamana uyğunlaşmaq üçün, tamaşaçı zövqü üçün. Ona görə də işiniz çətindir, amma uğurlarınız bol olsun. Çox sağ olun gəldiyinizə görə. Burada yekunlaşırıq. Gələn görüşlərə qədər. Sağ olun. Yolunuz açıq olsun. Əziz dinləyicilərimiz, çox sağ olun bizi dinlədiyinizə görə. Dəyərli vaxtınızı bizə ayırdığınıza görə sizə təşəkkürümüzü bildiririk. Yurdumuzun insanını Yurd FM-dən salamlamaq bizə xoşdur. Siz elə Yurd FM-də qalın. Gələn görüşlərə qədər özünüzə yaxşı baxın. Hələlik deyirik.